Salam hər kəsə. Yenidən sizi YouTube kanalımda xoş gördüm. Tanımayanlar üçün mən Sadə Osmanlı. Bu YouTube'da mənim ikinci videomdur. Bir neçə gün idi ki, dərslər, ev işləri, biraz yoğun günlər keçirdirdim. Ona görə YouTube'a video atmağa vaxtım yox idi. İnşallah bundan sonra daha davamlı YouTube'a video atacağım. Deməli, avqustun 1-i Azərbaycan dili hazırlığım, avqustun 2-si isə riyaziyyat hazırlığım başladı. İnşallah da avqustun 5-i ingilis dili hazırlığım başlayacaq. Azərbaycan dili riyaziyyat müəllimimi ilk dəfə tanış oldum, yeni tanış oldum. İlk dəfə gedirdim. Azərbaycan dili hazırlığına heç getməmişəm. 9-cu sinifdən başladım. Riyaziyyata da 1 il getmişəm. Bu il isə müəllimimi dəyişmişəm deyə yeni tanış olduq. İngilis dili müəllimimi də keçən il getmişdim. Ona görə onun üçün çox darıxmışam. İnşallah avqustun 5-də İngilis dili müəllimimlə görüşəcəm. Bugün istəyirəm ki, ilk günlərin təəssüratlarını sizlərlə bölüşək, həm də birlikdə dərs oxuyaq. Hazırlıqların ilk günləri biraz həyəcanlı və biraz yorğun keçir. Çünki yayda artıq istirahətə öyrəşdiyimiz üçün birdən-birə rejimi dəyişəndə biraz yorğunluq olur. Bu hər kəsdə normal haldır. Mənim kimi avqustdan başlayan bütün 9-cu siniflərə uğurlar arzulayıram. Tək deyilsiz, bu yolu birlikdə gedirik. İlk Azərbaycan dili hazırlığı biraz tanışlıq oldu. Uşaqlarla, müəllimə ilə tanışdıq. Sonra isə artıq dərsə keçdik və müəllimə ilk qayda təbii ki, Azərbaycan dilində fonetikadır deyə fonetika bölməsini keçdik. Belə də qayda dəftəri tutmuşam 100 vərəqli. Bunda da qeydlərim var. Test kitabı almalıyam və qayda kitabı almalıyam Azərbaycan dilindən. Ona görə axşamüstü olanda onları mütləq həll edəcəm. Çünki sabah da artıq ikinci gündür. İkinci gündə Azərbaycan dili hazırlığım var. Riyaziyyatdan isə belə bir 9 illik testi aldırdı müəllimə bizə. Və dünənlərim riyaziyyat hazırlığı idi. Belə bir qayda dəftərim. Qayda dəftərinə də təbii ki, ilk günün qeydlərini götürdüm. Belə də bir test dəftəri tutdum. Çünki mən testin üzərində işləmirəm. Daha doğrusu dəftərə işləyirəm ki, səliqəli qalsın test. Bir dənə Azərbaycan dilindən test yoxdur. Tapşırıq verilmədi. İlk gün idi deyə müəllimə bizi yormaq istəmədi. Ona görə ilk qaydanı öyrənəcəm. Ona görə də qaydanı təkrarlayacağam. Riyaziyyatdan isə test verdim müəllimə və natural ədədlər keçdi. Hər kəs bilir ki, ilk bölmə natural ədədlərdir. Onu işləyəcəm və qaydanı təkrarlayacağım. Sabahlarım bir dənə Azərbaycan dilindən hazırlığım var. Bir gün riyaziyyatdır. Avqustun 5-də təbii ki, ingilis dili başlayır. İngilis dilini səbirsizliklə gözləyirəm. Gəlin bir yerdə görək riyaziyyat testini necə işləyirik. Hazırlıqda testdən işlədik. İndi də evə də tapşırıq verdik. O tapşırıqları da yerinə yetirdim. Zaten az idi və asandı bölməydi. Bunu hər kəs, yəni natural ədədləri bilir. 5-ci sinif proqramıdır. Ona görə məncə tezliklə həll eləyəcəm deyə düşünürəm. Bəli, dediyim kimi, təbii ki, tez bitirdim. Asandıydı, ona görə tezliklə həll elədim. Riyaziyyat tapşırığı az idi, ona görə bitdi. Artıq testlə işim qalmadı. Testi çantama qoyuram. Tapşırıqlarım az olduğu üçün tezliklə bitirdim. Təbii ki, boş qalmaq olmaz. Tarixlə davam edəcəm. Tarixdən bir mövzunun qeydlərini götürəcəm. Ona görə keçək tarix. Təbii ki, tarix müəllimim Sitarə Müzəffərdən istifadə edirəm. Tarixi bitirdik və qeydlərimizi götürdük. İndi isə biraz fasilə verməliyik. 5 dəqiqə fasilə vermək lazımdır. Fasilə vermək yaxşıdır, çünki o fasilə vaxtı həm beyin yorulmur, həm də informasiyanı beyin tez ötürür. Ona görə fasilə vermək lazımdır. Ara-ara, qısa-qısa fasilələr. Kitabı bağlayım, biraz test işləyim, görüm müəllimənin izahından yadımdan nə qaldı. Ona görə bunu kənara qoyuram. Testi
2 hours later. Testi işlədim, bitirdim. 60 sual işlədim tarixdən. Alqışlayıram özümə. Vlogumuzun sonuna çatdıq. Videonu bura qədər izlədiyiniz üçün təşəkkür edirəm. Əgər siz də avqustdan hazırlıqlara başlamışsınızsa, rəylərdə qeyd etməyi unutmayın. Bir-birimizə motivasiya olaq. Videonu bəyənməyi və kanala abunə olmağı da unutmayın. Hər birinizə indidən təşəkkür edirəm. Gələn videolarda görüşənədək özünüzə yaxşı baxın. Hələlik.